أشهد أن لا إله إلا الله. Səhvləri düz tutun qardaşlar. Səhvləri həm düz, həm sıx tutun. Allah bərəkət versin. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullah. Esselamu Aleyküm ve Rahmetullah. Peygamber sallallahu aleyhi ve sellemin döneminde, yani Resulullah sallallahu aleyhi ve sellem başlayır teravihi kılmağa, Allahu Ekber ve Bakara suresini başlayır okumağa. Heveslenir, Abdullah ibn Abbas radıyallahu anhuma Peygamber sallallahu aleyhi ve selleme koşulur. Koşulur ki ben de kılım. Resulullah sallallahu aleyhi ve sellem okuyur, Elif, Lam, Mim, Zalikel kitabu la rayba fihi. Yani bir cüz gelir. Bakara suresi ne kadardı kardeşler? 25 vərəqdir. Yani 50 sayfa, 2 cüz yarımdır. Bir cüz gelir. Bir cüzü normal qiraatla okumak için 40 dəqiqə lazımdır. Bir cüz okumak için ne kadar? 40 dəqiqə. Yani normal qiraatla, tərtillə okumak için 40 dəqiqə lazımdır. Bir cüz getdi. Resulullah sallallahu aleyhi ve sellem devam edir. 2 cüz getdi. Resulullah sallallahu aleyhi ve sellem devam edir. Bakara suresi bitti. Neçənci rəkətdə? Birinci rəkətdə. Abdullah ibn Abbas radıyallahu anhuma deyir ki, elhamdülillah, Bakara suresi bitti, gelir ise rukuya. Resulullah sallallahu aleyhi ve sellem Ali İmran'dan başlayır. Ali İmran bitir. Nisa suresinden başlayır. Nisa suresi bitir. Bakara, Ali İmran, Nisa neçə cüz eləyir? 5 cüz. Her cüzə 40 dəqiqə eləyəndə 5 cüzünə boy eləyir. 200 dəqiqə. 200 dəqiqə ne kadar eləyir? Saatla hesaplasaq? Ha? Ne kadar? 3 saat 20 dəqiqədə. Bu neçə rəkətdə? Mən qalxıb bu namazı qılsam, dalımda bir adam qalar mı? Heç ki. Adamın özü durub qaçar namazda. Resulullah sallallahu aleyhi ve sellem döneminde kardeşler uzun kılarlardı. Ortada istirahat eləyərlərdi kıldıktan sonra 4 rəkat, 6 rəkat. Bunun adına teravih derlerdi. Yani ortada istirahat eləmək. Başa düşdünüz mü? Biz ise o istirahati değil, namazın özünü teravihe döndürmüşük. Namazın özünü tez kılırıq ve ne olur? Başımızdan eləyən kim olur? Bu tabii ki elhamdülillah en azından bunu ihya eləməmiz, bunu kılmamız, bu sünnəni tətbiq eləməmiz bu Allah Taala'nın muvaffakiyetidir. İkinci, Ramazan ayı ne deməkdir kardeşler? Bak mesela Azərbaycan dilində Ramazan deyirlər, Ərəb dilində bilirsiniz Z ilə demirlər, nə ilə deyirlər? D ilə deyirlər, dad hərfi ilə, Ramadan. Doğru olan, yani hərə öz dilində deyə bilər. Dilində sən Ramazandırsa Ramazan deyə bilərsən, dilində Ramadandırsa Ramadan deyə bilərsən. Ramadan sözü Ərəb dilində Ramada sözü var. Ramada yandırıb kül eləyən deməkdir. Yani üstə nəyi qoysan onu yandırıb nə eləyir? Kül eləyir. Ramazan sözü yandırıp kül eləyən kəlməsindən götürülüb, Ramazan kəlməsinin mənası günahları silip yandırıp kül eləyən deməkdir. Siz fikir verin, Allah Taala birçok ettiğimiz ibadetlerin miqdarını bize deyib. Bu əməli eləyəcəksən, savabı bu qədərdir. Cemaat namazının savabı nə qədərdir? 27. Kur'an-ı Kerim'den bir hərf oxuyacaqsan, savabı nə qədərdir? 10. Vesaire vesaire kimi. Allah Azze ve Celle oruç meselesine geldikte buyurur ki فَاِنَّهُ لِي وَاَنَا اَجْزِي بِهِ. Bu tuttuğunuz oruç benim üçündür ve bunun mükafatını ben vereceğim. Allah 1 milyon değer mi sayı olarak, rakamsal olarak? 1 milyon değer mi? Değil mi? Hadiste 1 milyon sözü keçir mi? 100 bin keçir mi? Rakam yoktur. Allah eğer bir şeyin ecrini mükafatsız verecekse bu Allah'a yaraşan şekilde olacak. Bizim onun büyüklüğünü ağlımız derk eləyəndən daha yüksek seviyelerde olacak. Oruç tutmak büyük bir ibadettir kardeşler. Eğer bir insan gerçekte şeriatten talep olunan şekilde orucu tutarsa, oruç tutmak hakiki manası yemek ve içmekten veyahut da orucu pozan şeylerden güneş, fəcrin doğuşundan güneşin batışına kimi uzak durmaktan ibaret değil.
Yani yemeği koydum qırağa, içmeyi koydum qırağa, cinsi münasibəti koydum qırağa, biter ac durum güneş batana kimi. Oruç tutmağın gerçek mənası bu değil. Oruç tutmakta hikmet, esas məqsəd bir insan oruç tutarken Allah'tan olan korkusunun artmasıdır. Sen eğer oruç tutanda Allah'tan korkmursansa, Allah'ı daha çok sevmeye başlamırsansa, o dünyadan daha çok düşünmürsense, cehennemden daha çok korkmursansa, cennette daha çok umut eləmirsense, orucu sen yerine getirmiş olmursan. Allah Teala Kur'an-ı Kerim'de Ya eyyühellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettekun der. Ey iman edenler, ey müminler, tek size vacip olmamıştır oruç tutmak. Sizden önce Adem oruç tuttu, Nuh oruç tuttu, İdris oruç tuttu, İbrahim oruç tuttu, İsa, Musa, bütün peygamberler oruç tuttuğu kimi sizlere de oruç vacip oldu. Ne için? Belki Allah'tan korkasınız der Allah Teala. Bizim oruç tutmağımızda ilk hedefimiz kardeşler Allah korkusunu kazanmamızdır. Eğer bizim Ramazan'dan önceki halımızla Ramazan'daki halımız eynidirse orucun hayatımıza yeni bir hayır katmamış olması demektir bu. Ona göre halımız Ramazan'da farklı olmalıdır. Biz aynı zamanda gözümüzle de oruç tutmalıyız. Dilimizle de oruç tutmalıyız. Elimizle de oruç tutmalıyız. Kulağımızla da oruç tutmalıyız. Bütün organlarımızın hamısını Allah'ın qadağan ettiği şeyden çekindirmeli ki belki bu oruç bize fayda verir. Belki bu nefs terbiyesi için medrese deyilen hakikatler təhqiq oluna. Yoksa əksi təqdirdə kardeşler, həqiqi mənada biz bu orucun hakkını vermiş olabilmərik. Eğer biz yemek ve içmekten, cinsellikten uzak dursak, gözümüzü haramdan, dilimizi haramdan, kulağımızı haramdan, elimizi ayağımızı haramdan uzak saxlasaq, bəli biz orucun gerçek mənasını yerine yetirmiş olabilirik. Ve bizim hedefimiz de esas bu olmalıdır. Bu cür oruç tutmaktır çetin. Bu cür oruç tutmaktır çetin. Her zaman tutak ki ağzımızdan nalayık söz çıkardırdık ama bu defa çıkartmak isteyende yadıma düşür. Peygamber sallallahu aleyhi ve sellem der ki kim pis sözleri terk eləməzsə, pis sözlerin içine yalan danışmak, geybet etmek, böhtan atmak onun içine dahildir. Nalayık söz işletmek. Kim pis sözden imtina etmezse, terk eləməzsə yani Allah'ın onun ac ve susuz durmana ihtiyacı yoktur. Yani adam savap kazanmır diline sahip çıkmasa. Sen oruclu halda nalayık söz danışmak isteyen hadis yadıma düşür. Hemen dayanırsan. Her gün söyünç söyən adam 10 gün 20 gün özünü kontrolda saxlayıb söyməkdən imtina eləyirsə Ramazandan sonra artıq onu eləməyi özü tanır. Adam gözünü korumağa mücadele eləyirsə Ramazandan sonra sen bunun faydasını görürsən. El, ayak, her şey. Ve adamlar belə islah olur kardeşler. Onun için Ramadan kelimesinin mənası günahları yandırıp kül eləyən deməkdir. Kim bu şekilde hakiki mənada Ramazan orucunu tutarsa emin olsun ki günahlarının hamısını bu tuttuğu Ramazan ayının orucu yandırıp kül eləyəcək ve həmin insan tertemiz olacak. Bu şeyden emin olun. İkinci mesele kardeşler. Bakın bunlar sayılı günlerdir. Ramazan ayı sayılı günlerdir. Bugün neçənci gün tamamladık Allah'ın izniyle. 18. gün. Birinci gün hatırlayırıq değil mi? Biz hazırlaşırdıq. Sabah Ramazan'da iftara hazırlayırdıq. Səhər biraz yiyək, halsızlaşmayaq, suyu çoxlu içək, güneş istidir. Bu yadımıza gelir birinci gün necə həyacanla hazırlaşırdıq. Bugün 18. günündən danışırıq. Eğer biz bugün desek ki gel bu geçen 18 günü papağımızı qabağımıza koyaq düşünək, necə keçdiyini fark eləməyəcək. Günlərdə hansı günlərlə məşğul olmuşuq yadımıza gəlməyəcək. O qədər sürətlə keçmiş olacaq bu. Ve bütün hayatımız belədir kardeşler əslində. Ve bu Ramazan ayı hamımız için bir fürsətdir. Ramazan ayına çatmaq Allah'ın lütfüdür. Vallahi. Ramazan ayına çatmaq Allah'ın lütfüdür. Siz bilirsiniz mi? Gelen yıl Ramazan ayına milyonlarla insan çatabilmeyecek. Ne kadar insanlar var Ramazan'ın evvelinde var idi ama bugün yoktular.
Ne kadar insanlar var idi, bayramı ailesiyle eləyəcək dedi, bayrama çata bilmir. Hələn bu qalan 12 günün içində ne kadar insan ahireten çata bilməyəcək. Bunlardan biri de biz olabilirik. Bunlardan biri de biz olabilirik kardeşler. Kimi Allah Ramazana çatdırdısa, vallahi deyirəm, kimi Allah Ramazana yetiştirdisə, ona orucunu tutmağı, namazını qılmağı nəsib elədirsə, bu insan Allah'ın sevimli quludur deməkdir. Allah səni sevir deməkdir. Allah səni cəhənnəmdə yandırmaq istəmir deməkdir. Allah Teala səni cənnətlə mükafatlandırmaq istəyir deməkdir. Allah Teala özünü sənə tanıtmaq istəyir deməkdir. Səni Allah Teala cənnətə salmaq istəyir deməkdir. Allah Teala səni milyonlarla oruç tutmayan insanların içindən seçib öz sevimli bəndələrindən elədi deməkdir. Biz de bunun qədrini, qiymətini bilməli, şükür eləməliyik. Elhamdülillah deməliyik ki, Rabbimiz bizi bu aya çatdırdı. Və bu ayın içində davam edirik. Sadece bu ayın içində deyil qardaşlar, bu orucunu tutmağı nəsib elədi, namazını qılmağı, təravihi qılmağı, bax, nəsiyyət eləyib, nəsiyyət almağı. Allah Teala bizləri baxın nə qədər xeyirlərə muvaffaq eləyib. Bu aləmlərin Rabbi olan Allah'ın lütfüdür. Bugün biz burada yığılıb namaz qılarkən, dini nəsiyyətləri dinləyərkən, əmin olun ki, minlərlə, milyonlarla insan araq içir, çaxır içir, yollarda gəzir. Fuhuşla məşğuldular. Allah Teala səni onlardan etməyibsə, bunun qədrini, qiymətini bil. Bilirsinizmi qardaşlar? Özürlü sayın. Güzel bir söz var. Her insan öləndə peşman olur. Her insan. Her insan öləndə peşman olur. Ya etdiklərinə peşman olursan, kaş ki etməyəydim. Ya da etmədiklərinə peşman olursan. Ne deməkdir bu? Eğer imanlı insansansa, her iki halda bu şekilde peşman olursan, sen tövbe etmediğin günler yadına düştükdə, sen ölüm ayağında peşman olursan. Kaş ki mən bu günahları etməyəydim, Allahla qarşılaşmayaydım. Tövbənin de ne olduğunu qəbul değilim bilmirsən. Bir de mümin etmediği işlere peşman olur. Mesela Ramazan ayında mən təravihin hamısını qıla bilərdim cemaatla. Ama etmedim. Ramazan ayında mən bu kadar işler, xeyir işler görə bilərdim ama etmedim. Etmedim. Kaş ki edeydim, kaş ki edeydim. Sual buradadır. Ölüm ayağında o peşmançılıq kiməsə fayda verəcək mi? Heç kəsə. Heç kəsə fayda vermir qardaşlar. Bu həyat bizim için bir fürsətdir. Allah hətta peyğəmbərlərə belə təkrar dönüşə izin vermir. Allah ölmüş bir qulu təkrar bu dünyaya qaytarmır. Ona göre İsa Aleyhisselam əqidəmizə göre ölməyib. İsa Aleyhisselamı Allah Teala yaşadır ve kıyamet gününe yakın gelecek. O bir defa ölecek. Resulullah sallallahu aleyhi ve sellem Sahih Bukhari'de gelen hadiste buyurur ki, andolsun der Allah'a, bakın. Ama bu şey mümkün değil. İstəyərdim ki der, mən Allah yolunda şəhid olum. Allah yolunda mən şəhid olum. Sonra Allah məni diriltsin. Sonra mən yenə şəhid olum. O şəhid olmağın ləzzətini, zövqünü almaqdan ötürü. Ama insan bir defa ölür. İkinci dünyaya gelme şansı yoktur. Bu müminin bakışıdır bu hayata. Bu bizim bakışımızdır. Biz düşünürüksə, bax, biz torpağın altına koyulduqda, üstümüz örtüldükdə, soyuq torpağın altında təpətək qaldıqda, o qohum, əqraba, ailə, sevgililər hamı gedib öz həyatını davam eləyəndə, orada bize namaz lazım olacaq, orada bize oruç lazım olacaq. Orada bize zekat lazım olacak. Orada bize dualar, zikirler, namazda bize emeller lazım olacak. Çünkü bizi yegane kurtaran o şeylerdir. Resulullah sallallahu aleyhi ve sellem buyurur, qəbrə kimi sizinle 3 şey gider. Malınız, atınız gider. Maşınınla apararlar, ne bileyim, xalçanın üstə apararlar, döşəyin üstə apararlar. Qohum əqraban gider. Onlar da qəbrin yanına kim biter giderler. Ya elden utanmasınlar diye. Bir de emellerin gider. İkisi geri qaydar deyir. Biri seninle qəbirdə qalar. O gün, ey Adem övladı, senin ettiğin emeller olacak qəbirdə yalnız seninle. Xeyr etmişsən xeyir, şər etmişsən şər. Orada başka bir yanında olacak kimse yoktur. Hatta sen dile gelip yalvarsan, öz en sevimli insanlarına desen, gelin 3 gün mənlə qəbirdə durun, seni inkar eləyərlər.
Ağzını uymarlar, hətta sən təkrar deyib onu rüsva eləməyəsən deyə. Onun için bizim düşüncemiz nedir kardeşler? O gün o torpağın altında yalnız kalan günsü biz diyek ki ya Rabbi bakın biz namaz kıldık, oruç tuttuk, biz senden korktuk. Haramlardan çekindik. Ve tepetey Allah'ın yanında olduğumuz için Allah Azze ve Celle'den hayır umacaq. Bakın dindar olmayan insanların bakışı nedir? Ben sabah öleceğim. Beni aparıp torpağın altına koyacaksınız. Ben orada kurtlar yiyecek, ben orada ilan yiyecek, ben orada çürüyeceğim, yoxa çıkıp gideceğim. 2 günlük həyat yaşayıram, onu gör mən yeməliyəm, içməliyəm, istədiyimi eləməliyəm. Dinsiz insanların həyata baxışı budur. Çünkü o dünyaya inam yoxdur. Qəbirdəki həyata inam yoxdur. Təkrar dirildəcəyi günə inam yoxdur. Etdiyi əməllərdən sorğu sual çəkiləcəyine iman yoxdur. Həyata baxışı bu şəkildədir. Ama bu cür baxış əslində insanın özünə təhqirdir. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki biz insanı kəramətli yarattık. Biz insanı hörmətli yarattık. Allah Teala insana ağıl, şuğul, dərrakə verib. Allah Teala insanı başka yarattıklarından üstün kılıp ve fərqli eləyib. Yok eğer biz sadece yiyəcəksə, yeyirik, yatırıq, su içirik, bir de nəsillənirik. Bunu başka məxluqlar da eləyir. Bunu başka məxluqlar da eləyir. Yerlər, içirlər, yatırlar, cinsel olur ve artım olur. Ama Allah bizi o yarattıklarından fərqli olarak bizi şuurlu yaradı. Biz torpaq olmaq üçün yaradılmamışıq. Biz çürümək üçün, ilənmək üçün, yox olmaq üçün yaradılmamışıq kardeşler. Bunun üzerinde böyük məqsədlər var. Əfəhəsibdum ennəmə xalaqnakum abətən və ənəkum ileynə la turcaun. Siz elə güman eləyirsiniz ki biz sizi boşu boşuna yarattık. Yani ye, iç, öl, get. Elə bilirsiniz mi ki biz sizi bunun için yarattık? Hayır. Allah Teala deyir ki biz sizi boşu boşuna yaratmadık. Ve siz hesap vermek için bize döneceksiniz. İnne ileyna iyabahum thumma inne aleyna hisabahum. Onların inansalar da inanmasalar da dönüşü bizedir. Hamının dönüşü Allah'adır. Ve sonra onları biz hesaba çekecekler Allah Teala. Burada olan hamımız kardeşler. Bu saniyeden itibaren her keçirdiğimiz saniye bizi ahirete yakınlaştırır. Hamımız o tarafa gedirik. Her saniyemiz bizi Allah'a götürür, qəbrə götürür, o dünyaya götürür. Geri sayım başlamıştır. Bizi ölüme aparan, o dünyaya aparan ok atılmıştır. Bize dəyməsi an meselesidir. Her an olabilir. Ona göre biz bu fani hayatta, 2 günlük hayatta ne zaman bu dünyayla ipimiz kopacağını bilmediğimiz için en azından Ramazan kimi ayları nəfsimizin tərbiyəsi üçün fürsət kimi qəbul etməliyik. Bu ayı yatmaqla, yollarda gəzməklə, kinolar seyr etməklə, musiqilər dinləyərək, birjalarda vaxt keçirməklə deyil. Təkrar bizə bu fürsət verilməyə bilər. Bu ayı zikirlərlə, dualarla, tövbələrlə, qardaşlıq iplərimizi möhkəmləndirməklə, elmi dərslər dinləməklə, Quran oxumaqla, fəzilətli əməllərlə keçirməliyik ki, bəlkə də Allah Teala bizdən qəbul eləyər, bəlkə də birdən gələcək Ramazana qovuşmasaq, qiyamət gün bizə fayda verər. Bu ay sevimli bir aydır qardaşlar. Çox fəzilətlər cəm olunub. Bu ayda Quran-ı Kerim nazil olub. Bu ayda, bu ayın içində bir gün var ki, 1000 aydan daha xeyirlidir. Bu ayın içində eləyib Peyğəmbər sallallahu aleyhi ve sellem savaşlarının çoxsunu. Ve bu ayda cəhənnəmin qapıları bağlanır ve bu ayda cənnetin qapıları açılır. Bu ayda şeytanlar buxovlanır. Bu ayda her gece Allah Teala çoxlu sayda insanları cəhənnəmdən azad edir. Bu ayda Allah Azze ve Celle qullarını bağışlayır. Onların günahlarının bağışlanması için çox yolları asanlaştırır. Bu ayda bərəkət var. Bu ayda huzur var. Bu ayda xeyir var kardeşler. Bu ayı biz maksimum derecede, en yüksek derecede değerlendirmeye, bu aydan faydalanmaya çalışmalıyız. Allah Teala hamımızı muvaffaq eylesin. Ve hakkıyla oruç tutanlardan eylesin. Razı kaldığı əməlləri, razı kaldığı şekilde eda etmeye Allah Teala bizlere yardım eylesin. Müslüman olarak yaşatsın, Müslüman olarak huzuruna köçmeyi nasip eylesin. Ve uca Allah'tan diləyirəm, buradaki kardeşlerin hamısını,
buradakı qardaşların hamısını ahirət günü Rasulullah s.ə.v-in həşr eyləsin. Sıddıqlarla həşr eyləsin. Şəhidlərlə həşr eyləsin. Salih insanlarla həşr eyləsin. Allah Teala bizləri burada cəm elədiyi kimi qiyamət günü Peyğəmbər s.ə.v sahibi olduğu tevhid bayrağının altında cəm eyləsin. Rasulullah s.ə.v sahib olduğu Kəvsər bulağından doya-doya içmək nəsib eyləsin. Allah Teala bizləri bu dünyada qardaş olaraq iman üzrə, taqva üzrə yaşatsın. O öz huzuruna da iman, taqva üzrə köçmək nəsib eyləsin. Son nəfəsimizdə Allah Teala kəlmə şəhadət nəsib eyləsin. İnşallah qardaşlar namazı davam eləyəcəyik. Sonra biraz istirahat eləyəcəyik. Sonra yenə qısa bir nəsihət. Ondan sonrasında da dərdləşəcəyik. Sual olan sual verə bilər, mövzusu olan mövzu. İnşallah bir saatimiz, bir saat yarımımız daha inşallah faydalanmaya çalışacağıq. Allah hamınıza razı olsun. Selamun Aleyküm ve Rahmetullah.